Sizinle birlikte 2 günlük tətil. Uşaqlar evdən çıxan kimi evdə sakitlik olur. Bizdə isə maşında əsl dəlixana. Kim qışqırır, kim mahnı oxuyur, kim oynayır. Yoldaşımın xalası gilə qonaq geldik. Əslində çox nadir hallarda qonaq gedib qalıram. Bu dəfə isə istisna hal baş verdi. Səhər uşaqlara pankek hazırladım. Sonra da uşaqlarla oyun oynayıb başımızı qatdıq. Axşama da xala işdən evə gələndə bizim şərəfimizə tort aldı. Nuş edib hazırlaşdıq axşama. Bulvarda Opera Günləri adlı konsert var. Yolda da cəmi uşaqlarla tapmaca oynayırdı. Biz də kömək briqadası olduq. Ora çatanda özümü lap məşhur Hollywood ulduzu hiss etdim. Qırmızı xaldan keçdik. Konsert açıq havada oldu və havada çox gözəl idi. Uşaqlarla şəkil çəkib biraz söhbət etdik. Kulis arxasında rəqqasə qızlar da həyecanla öz çıxışlarını gözləyirlər. Biz isə konsertin başlamağını. Sizin üçün də qısa hissələrini paylaşdım. İncəsənəti sevirəm və çox böyük zövq alaraq dinlədim. Sizə də gülməli hadisə danışım. Konsertdə əyləşmişəm, Lalə qucağımda, yanımda da 2 gözəl xanım oturub. Gördüm qaça-qaça oğlum gəldi yanıma, ardınca qızım. Xanımlar bir baxdı mənə. Sözün əsl mənasında gözləri kəlləsinə çıxdı. Soruşdular ki, uşaqların üçü də sənindir. Həqiqətən də mimikaları o qədər gülməli idi. Çox güldük. İndi nadir hallarda çox uşaqla ailə görmək olur. Reaksiyalar da əslində çox da normaldır. Konsertdə də axıra qədər qalmadıq. Bulvarda gəzdik, havada buna imkan verdi. Və əlbəttə ki, Leyla olmaz, sakit oturur və yıxılmasa. Sizcə yıxılmağı ona dərs oldu? Yox, yenə də fırlanıb oynayırdı. Bu arada pləkanla qalxanda qızımın kalyaskasını 2 yiğit qardaşımız qaldırdı. Sağ olsunlar. Gəldik bubble almağa. Bəxtimizdən də heç sıra yox idi. Sifarişlərimizi gözləyənə kimi qızımla güzdanpaç oynadıq. Uşaqlar da içkilərini içdilər, Lalə də istədi, amma çox qalın olduğundan gücü çatmırdı suyu çəksin. Özünə də gülməli gəlirdi. Yolda Targovi sayağı, Stilni, Brutalni it gördük eynəkdə. Gəzə-gəzə gəldik dayanacağa, avtobusa mindik. Mənim uşaqlarıma da avtobus maraqlı gəlir. Çünki onlar çox nadir hallarda avtobusa minirlər. Xoş əhvalla gəldik evə. Amma bu bizim macəramızın sonu deyil. İzləməyi unutmayın, çünki növbəti vlog daha da maraqlı olacaq.